Allah hər adamın qarşısına elə günah çıxardacaq mütləq ki, ona dözmək çətindir. Yoxsa ki, hamı üçün eyni günahlar olsaydı, biri üçün o qədər bizim siyahı tutaram ki, günahlar var ki, bizim yadımıza düşmür onlar. Mənim yadıma düşmür, sənin yadına düşür, sənin qabağına onu çıxardacaq. Səni onunla imtihan olunacaq, eləyəcək. Mən onunla imtihan eləməyəcək, bu mal kiminsə malıdır, götür ya götürmə. Mənim üçün imtihan deyil. Mənim üçün ağlıma gəlmir ki, kiminsə malını götürün cibimə qoyun. Amma bir başqası üçün o imtihandır. İmtihanlığı nədədir? Səbr etməkdə. Özü itayətə və günahdan çəkinməyə səbr eləməkdədir. Əmsal budur, ölçü budur, şəxsiyyətin meyarı budur. Günahdan çəkinməyə dəyər verən səbirdir. Hansı günahdan çəkindin? Çətin idi? Bəli. Səbr elədin? Bəli. Buyur cənnətə. Yoxsa yox. Hər günahdan çəkinməyə cənnət verməzlər. O yaxşılıqlar ki, səbirlə idi, o yaxşılıqlara qiymət verəcəklər. Onu etmək üçün səbr lazım idi. O pisliklər ki, səbirlə tərk eləməliydin, onlara qiymət verəcəklər. Sən itayətlər içində keyfə uyğunları seçmirsən, bir xətt düzətmirsən, itayət xətti istəyirsən, bundan gedəsən, yox, mütləq hadisələr alt-üst eləyəcək. Allah alt-üst eləyəcək hadisələri. Bir hadisə çıxardacaq qabağa ki, səndən tələb olunan bir itayət növü var ki, istəmirsən geri o itayət eləyəsən, səbr eləyəsən, itayətin çətinliyinə. Bütün şey burada həll olur. Burada qiymət verilir. Buna uyğun sən cənnət alırsan, cənnət qazanırsan.